İndi də təzə çıxıb, avtobus gəlib çıxıb Azərbaycana, gömrüyün həyətindədir. Camaatdan avtobus şoförü deyir ki, 400-500 dollar ödə, daşınma pulu qalxıb, daşınma belə olub, o biri belə olub. Verməyin. Heç kim pul verməsin. Gömrüyün həyətində gəlib çatan maşına avtobus şoförü qiymət qaldırırsa verməyin. Onun heç bir ixtiyarı yoxdur. Nə sizin sənədinizi verməsin, nə maşın açarını verməsin, nə də boşaltmasın. O sizin yenirəm şəxsi əmlakınızdır. Onun boynun borcu, pul ödəmisiniz, gətirib bura çatdırmaq idi. Vaxtında da qiymət danışmısınız, pulunuzu ödəmisiniz. Maşınınızı düşürtdürün aşağı. Düşürtməsə şikayət eləyin, maşınınızı düşürdəcək aşağı. O elə belə bir dənə atır da, 5'li idi atır. Tutdu, tutmadı. Birliyiniz olsun, avtobuzda 8 maşın olur, 8 nəfərin maşını olur. Bir də görsən, ikisi deyir ki, mən vermirəm, 6'sı deyir ki, verirəm. O iki də baxır bu birisine görür ki, da bu verir, deyir, cəhənnəmə mən də verirəm. O qardaş, verməyin də. Niyə verirsiniz? Qazaxlı gəlib burada sizdən niyə əlavə pul almalıdır ki? Öz zəifçiliyinizdir. Zəifçiliyinizin ucbatından da pul alırlar sizdən. Verirsiniz də da özünüz bilərsiniz. Allah köməyiniz olsun.